Bu günləri bizim misal üçün Avropaya, tək Avropanı götürürəm. Misal üçün 12, 13, 14 deyək milyard kubmetr qaz ixrac eləyirik. Hansı bu rəqəmlərin içindədir. 27-ci ildə biz bunu qaldırmalıyıq. 2 dəfə, hardasa 26-27 milyarddan söhbət gedir. Bu sondurmu? Xeyr, son deyil. Əgər biz tezliklə və bu fikir var, artıq orada təbii ki, Rusiya ilə İranın o qədər xoşu gəlmir bu layihəyə. Ona görə ki, bunların onda itkiləri olur. Bunlar ona görə ekoloji problemlər adı ilə müəyyən belə deyək, məhdudiyyətlər yaratmaq istəyirlər. O da alınmayacaq. Yəni bu məsələlər tam həll olunacaq. Bu iki yolu var, amma mən də texniki detallarına getməyəcəm. Yolun biri ilə əgər biz Türkmenistandan qazı deməli tranzitini Azərbaycan üzərində tranzitini qura bilsə bizim sistemdən təxminən biz rahat Avropaya 35, 40, bəlkə də 50 milyard kubmetrə qədər qazı tranziti ilə, yəni ixrac